Aslan İsmailova bağlanaq. O çox qalmaqallı, ən qalmaqallı çıxışın müəllifi olub. Aslan müəllim, siz elə danışırdınız, tənqid eləyirdiniz, sahələri, konkret məmurları. Amma gəlin çıxış yolundan danışaq. Məsələn, indiki düşülən vəziyyətdə Aslan İsmailov, siz çox şirkətlərə hüquqi yardım göstərsiniz. Nədə görür? Nələr olunmalıdır ilk növbədə? Qəmər xanım, mən birinci istəyirdim qeyd edəyəm ki, yadınızdadırsa da sizin ekrandan oktyabr ayında bu günlərin baş verən hadisələri mən proqnozlaşdırılmışdım. Və mən bu günlərin İqtisadi bloka baxan Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Kömür İş Komitəsi, Statistika və ilaxır müraciət etmək istəyirəm ki, oktyabr ayında bir hüquqşünas ki, mən bu inflyasiyanı proqnozlaşdıranda onlar bunu bilmirdilərmi və cavab da verirəm, gözəl bilirdilər. Amma onun qarşısını almırlar. Niyə? Ona görə ki, bütün bu hadisələrdən onlar qazanırlar. Nə etməli? Bir də mən çıxışımı qalmaqallı adlandırmazdım, deyərdim ki, həmin konferansda daha çox obyektiv halları hallandıran və sahibkarlara bilavasitə maraqlı olan işləri mən öz adı ilə çağırmışdım. Ona görə ki, bir çox çıxışlarda ithal-ixrac əməliyyatında qanunsuzluqlar demək əvəzinə mən dedim ki, bunu adı ilə çağırmaq lazımdır ki, kömrükdə olan korrupsiya. Nəzərə alınmayan xərclər deyəndə bunu konkret demək lazımdır ki, verilən rüşvətlər, yəni icra başçısından tutmuş, polis rəisindən tutmuş, SES-dən tutmuş, bajardan tutmuş və ilaxır verilən rüşvətlərin adını çəkmək lazımdır. Yəni onunla bağlı o biraz qarşılandı. Nə etməli sualını? Mən bir şey istəyirəm, nəzərinizə çatdıram ki, hələ qədim Yunanlar deyirdi ki, dövlət iki halda sarsılar, iki halda çökür. Cinayət olub cəza olmayanda, yaxud günahsıza cəza veriləndə. Bu günlərim sizin o göstərdiyiniz analiz və bundan əvvəlki onlarla verilişlər kifayət idi ki, onlarla vəzifəli şəxslər haqqında cinayət işi qaldırılsın. Bir nəfər vəzifəli şəxs haqqında cinayət işi qaldırılıbdır mı? Xeyr. Niyə? Kim cinayət işini qaldırılmalıdır? Baş prokurorluq. Baş prokurorluq mənə elə gəlir ki, Kemaləddin Heydərovun adı gələndə Zakir Qaralovun dizəsir. O cinayət işini qaldırmağa qadir deyil. Ondan başqa, mənim o sahibkarlarla verilişdə narahat edən bir çox sahibkarlara olan iradlar oldu ki, sahibkarlar güya qiymətləri özləri bilə-bilə qaldırırlar. Heç bir sahibkar bilə-bilə qiyməti qaldırmaz. Ona görə ki, sahibkar bağlıdır ki, dövrəyə çox olsun, dövrəyədən qazansın. Fərhad Əliyevin sahibkarlara müraciəti ki, mən xahiş edirəm qiymətləri aşağı salın, məndən ötürü ən azı başa düşülməzdir. Ona görə ki, o İqtisadi İnkişaf Naziri kimi iqtisadi rıçaqlarla bunlar hamısı formalaşdırılmalıdır qiymətlər. Əgər inhisarçılıq bu yolda davam edəcəksə də, əgər kömürüşdən bir hissə qeydə alınıb buraxılacaqdır, sizin o gözəl analizdə bir şey qeyd olunmadı. Yəni, o sırf statistika nəzərə çarpıbdır ki, hər halda ki, bu statistikanın özü də bir çox məmurların dərhal cinayət məsuliyyətinə cəlb olunmasına əsas verir. Amma orada verilən rüşvət deyilmədi axı. Mən istəyərdim ki, gələn deyək, sizin verilişdə yük daşımalarda olan inhisarçılıqdan danışsınlar ki, bir yük maşını keçirmək üçün 18-20 min dollar rüşvət alınır. Yəni, bundan danışılsa daha yaxşı olar. Bunun üçün nə etmək lazımdır? Sadəcə olaraq hamı öz vəzifəsini icra etməlidir. Yəni, Kömür İş Komitəsinin sədri öz işi ilə məşğul olmalıdır, pul yığmaqla yox. Baş prokuror nə ilə məşğul olduğundan indiyana qədər mən başa açmamışım. Ölkədə iqtisadi cinayətkarlıq baş alıb gedir, bir dənə cinayətçi qaldırılmayıbdır. Ümumiyyətlə, prokurorluq haqqında nə demək olar ki, bu Hacı Məmmədov dəstəsi ilə bağlı üzə çıxan məktublar prokurorluğun nəyə qadir olduğunu yəqin ki, hamı üçün sübut etdi. Ondan sonra vətəndaş-məmur münasibəti dəyişməlidir. Vətəndaş-məmur münasibətində məmur başa düşməlidir ki, o vətəndaşın hesabına varlanıbdır. Amma bizdə necədir? İndi Ələkbər müəllimin o sadalıqlı məktub, mən səmimi deyirəm, məndə nifrət hissi doğurur o məktubu yazan adama. Yəni, o rayonun normal prokuroru olsa, o adam haqqında cinayət işi qaldırılmalıdır ki, sənə müraciət edir, sən isə iş adamını ələ salırsan. Amma səni yedizdirən, sənə villalar tikdirən, sənə maşınlar alan, bütün imtiyazları yaradan həmin o sahibkardır. Bir sual verəcəm, qısa xahiş edirəm. Bax, yeni müxalifət deyilər. Siz özünüz də elə sahibkarsınız. Bu sahibkarları yeni müxalifət hesab eləmək olarmı?
Mən elə gəlir ki, bu sahibkarlar yəqin ki, əgər onlara diqqət yetirilməsə ölkədə ana müxalifətə çevriləcəkdir. Ona görə ki, mən sahibkarlarla işləyirəm, onlarda olan əhval-ruhiyyəni görürəm. 2003-cü ildə prezidentə bir münasibət olan sahibkarlarda bu günlərin əhval-ruhiyyə tamam başqa yöndə dəyişir. Əgər bu sahibkarlarla münasibət bu cür davam edərsə, mən hesab edirəm ki, müxalifət onda kölgədə qalacaq. Əsas müxalifətə, ana müxalifətə bu sahibkarlar çevriləcək. Ona görə ki, artıq bunların hər tərəfdən boğulublar. Çıxış yolları yoxdur. Bunlar illərlə qazandığını bu gün itirməyə başlayırlar. İndi Ələkbər müəllim təklif eləyir ki, Almaniyada bu qurum eləyək, bunda bu qurum eləyək. Bunun heç birinin bizdə effekti yoxdur. Bizdə qanunlar işləməyincə, konkret cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunmayınca bunun heç bir effekti olmayacaqdır.